Ulduzlarla dolu bir gecədə göyə baxanda saysız hesabsız işıq nöqtələri qarşımıza çıxır. Hər biri təkcə işıq mənbəyi deyil, öz daxilində bir dünya, bəlkə də bütöv sistemlər daşıyır. Onların bəzilərinin ətrafında planetlər dövr edir. Bəlkə də səthində külək əsir. Okeanlar dalğalanır. Bizim Günəş sistemimiz isə bu geniş mənzərədə cəmi bir damladır. Və elə həmin bu damlanın kənarında başqa ulduzların orbitində dolaşan naməlum dünyalar var. Eksoplanetlər. Eksoplanet dedikdə başqa bir ulduzun ətrafında dövr edən planetlər nəzərdə tutulur. Yəni bunlar bizim Yerlə, Marsla ya da Yupiterlə eyni kateqoriyadadır. Sadəcə onların mərkəzi Günəş deyil, uzaq ulduzlardır. Bu sayədə ilk real addım 1992-ci ildə atıldı. Alexander Vorsan və Dale Frey adlı iki astronom PSR-B adlanan bir pulsarın ətrafında ilk eksoplanetləri aşkar etdilər. Bu çox vacib bir kəşf idi. Çünki göstərdi ki, planetlər təkcə Günəş kimi ulduzların deyil, pulsarların ətrafında da mövcud ola bilər. 1995-ci ildə Michel Mayor və Didier Queloz tərəfindən 51 Pegasi B adlı başqa bir eksoplanet kəşf edildi. Bu dəfə Günəşə bənzər bir ulduzun orbitində. Bu planetlərin bəziləri ulduzlarına o qədər yaxındır ki, səthlərində istilik minlərlə dərəcəyə çatır. Digərləri isə elə uzaqlıqdadır ki, ora bir işıq şüasının çatması üçün illərlə yol getməsi gərəkdir. Lakin məsafənin bu qədər böyük olması marağımızı azaltmır, əksinə daha da gücləndirir. İnsan beyni yalnız harda olduğunu deyil, hara gedə biləcəyini də düşünmək istəyir. Bu uzaqlıqlar təkcə fiziki anlamda deyil, zaman baxımından da dərin məna daşıyır. Məsələn, əgər bir ulduz bizdən 10 işıq ili uzaqlıqdadırsa və orada bir supernova partlayışı baş veribsə, biz həmin hadisəni o anda yox, düz 10 il sonra görürük. Yəni əslində səmaya baxanda biz təkcə məsafəyə yox, keçmişə də baxırıq. Bəzən göydə gördüyümüz bir ulduz əslində artıq sönüb. Biz sadəcə onun illərlə əvvəl göndərdiyi işığı indi görürük. Bu da kainatın nə qədər böyük və zaman baxımından qəribə bir yer olduğunu göstərir. Keçmişin izi bugün bizə parlayan bir nöqtə kimi görünür. Astronomlar bu planetləri müxtəlif üsullarla aşkarlayırlar. Məsələn, tranzit metodu adlanan üsulla ulduzun qarşısından keçən planetin yaratdığı işıq azalmalarını müşahidə edərək, yaxud radial sürət metodu ilə planetin ulduz üzərində yaratdığı cazibə təsirini ölçərək. Bu texnikalar bizə uzaq qalaktikalarda belə görünməyən dünyaları hiss etməyə imkan verir. Lakin bu texnologiyalar hələ çox məhduddur. Bəli, bir planetin mövcud olduğunu təyin edə bilirik. Ölçüsünü, orbitini, ulduzuna olan məsafəsini hesablaya bilirik. Amma hələlik o planetlərin səthinə enmək, yaxından araşdırmaq və ya atmosferini birbaşa analiz etmək imkanımız yoxdur. Əldə etdiyimiz məlumatlar dolayı yollarla əldə olunur. Nəticələr təhlil və ehtimallara əsaslanır. Ən qabaqcıl teleskoplar belə bu planetləri birbaşa göstərməkdə çətinlik çəkir. Həyatın olub-olmaması məsələsinə gəlincə isə bu sayədə hələ yolun lap əvvəlindəyik. Amma eksoplanetlər yalnız elmi maraq doğurmur. Eyni zamanda bir sual yaradır. Bəs biz bu sonsuz kainatda təkik? Ola bilərmi ki, uzaqlarda bir yerdə bizə bənzər canlılar varmı? Onlar da göy üzünə baxanda suallar verirlərmi? Təklik, başqa həyat, yad planetlilər, bu anlayışlar artıq sadəcə elmi fantastika deyil, insan təfəkkürünün özünü axtarışıdır. Ən həyəcanlı olan isə budur ki, bəziləri yerə bənzəyən planetlər ola bilər. Bu cür planetlər həyat üçün uyğun zonada yerləşir. Yəni, ulduzlarını elə məsafədə dövr edirlər ki, səthlərində suyun maye halda qalması mümkündür. Məsələn, Kepler, TOI, Proxima B kimi planetlər bu baxımdan xüsusilə maraqlıdır. Əgər bu planetlərin atmosferi varsa, su varsa, bəlkə də həyat üçün əsas şərtlər də mövcuddur. Kepler, NASA tərəfindən yerə ən çox bənzəyən eksoplanetlərdən biri kimi göstərilir. Günəşə bənzər bir ulduzun ətrafında fırlanır. Bir ili təxminən 385 gündür və yerə nisbətən təxminən 1.6 dəfə böyükdür. Onun yerləşdiyi zona isə maye suyun varlığı üçün uyğun hesab olunur. TOI, TESS kosmik teleskopu tərəfindən kəşf edilib və həyat üçün uyğun zonada yerləşən ilk yer ölçüsündəki planet kimi tanınır.
Bu planet yerdən təxminən 101 işıq ili uzaqlıqdadır və səthindəki temperatur suyun maye halında qala biləcəyi dərəcədədir. Proxima b bizə daha yaxındır. Cəmi 4.24 işıq ili uzaqlıqda, o da həyat üçün uyğun zonada yerləşir və bu yaxınlıq onu daha yaxından öyrənmək üçün ideal namizəd edir. Lakin bir problem var. Onun ətrafında dövr etdiyi Proxima Centauri ulduzu güclü partlayışlar və radiasiya buraxır ki, bu da planetin atmosferini sabit saxlamağı çətinləşdirə bilər. Bu qədər ehtimal qarşısında insan özünü kiçik hiss edir. Lakin bu kiçikliyi zəiflik deyil, ilham qaynağıdır. Çünki bu sonsuzluqda sual verən, axtaran, düşünən bir varlıq var. İnsan, sənin beynin ulduzlararası ehtimalları dərk edə biləcəyi qədər mürəkkəbdir və bu düşüncə var olmağının ən parlaq sübutudur. Bu planetlərə hələ çata bilmərik. Onlara kosmik gəmi göndərmək bugün üçün qeyri-mümkündür. Amma bir şey çoxdan ora çatıb. İnsan təxəyyülü. Bütün kəşflər də elə buradan başlayır. Çünki bugün biz eksoplanetləri sadəcə araşdırırıq. Sabah onların atmosferini təhlil edəndə, onlardan görüntü əldə edəndə, səs ora göndərəndə, sonra nə baş verəcək? Və bütün bu hadisələr yalnız bir qalaktikada, Samanyolu qalaktikasında baş verir. Bu qalaktika milyardlarla ulduzu və sistemi əhatə edir. Qalaktikalar toqquşur, ayrılır, birləşir və nəticədə kainat adlanan daha böyük bir strukturu formalaşdırır. Amma bu da son deyil. Elə nəzəriyyələr var ki, bizim kainat, yəni bütün bildiyimiz hər şey əslində daha böyük bir multikainatın sadəcə bir hissəsidir. Bəlkə də düşündüyümüzdən daha böyük bir strukturdakı təkcə bir damlayıb.